Selamünaleyküm dostlar. Bu günləri yepyeni bir Metro Royal videosuyla karşınızdayım. Tez bir şekilde karşıya keçək. Okey. Eyvallah. Güllə atmadı, bizi görmədi. Əsas oydu. Buradan tez bir şekilde tünelə doğru keçidimizi eləyək. Oradan da radiasiya bölgəsinə. Nəsə ayaq səsi aldım axı. Qəşəng. Düz ayaq səsi və vaxtında alınan bir ayaq səsi sayəsində bir nəfəri vurduq. Vektorda 6x-dən işlətməzsən də. Orada elə bir yer olduğunu hələ indi görürəm də, yəni ki. Ciddi. Ətraf hələ ki təmizdir. Okey. Səs zad da yoxdur burada. Tez keçidliyə görək. Keçidliyək radiasiya bölgəsinə, orada görüşmək üzrə deyək. Və sonunda dostlar gəlib radiasiya bölgəmizə çatdıq. Bizdən qabaq C bölgəsindən heç kim girməyibdi. Sandıqlar falan açılmayıb hələ. Tez içərini lootlayaq. B qapısının qabağını lootlayaq ki qəşəng fight gedir orada. Bossumuz da heç kim öldürməyibdi. Boss da qalıbdı. Aa, mən öldüm axı. Yürü get də buradan da. Əlində isə 12 kalibrası var. Raşlamağa qorxur. Boss gəldi bir tərəfdə. İmkan vermədilər. Bir dənə rahat fight'ımı atım. Adam deyəsən zəhərli güllə ilə vururdu. Nə idi o elə? Nədir o? Yanıcı güllə. Hiss elədim elə. Can yanmaq bilmir. Gedir elə tappa-tap. Qəşəng adam var axı. Tez bir dənə buranı lootlasaq, əla olacaq. Və sonuncu sandığımızı da açdıq. Qəşəng. Az loot verdi buralar. Amma yəni çox da işimizi görməz də.
Əsas bizə lazım olan yer buradır. Buranı da lootlamayıblar hələ ki. Adamlar qabaqda bir-biri ilə qırışsınlar deyəcəyim ki, bu nədir, bu gəlir bu yana. Botdur. Okey. Hələ ki məndən işi yoxdur. Mən buradakı 3-4 dənə sandığı rahat açıram. O arkadakini rahat açıram əslində 5 dənə sandığı. O 3 dənəsini bir də onun böyründəkini açmaq üçün onu öldürməliyik. Hələ ki fight'dan biraz aralı qalaq. Qoy bir-biri ilə qırışsınlar. Okey, bunu da aldıq. Qabaqda Grozalı var. Bu yanında bir dənə JS9'du nədir? O təzə silahdan var. Ondan biraz ehtiyatlı olmaq lazımdır. 3 dənə falan altın külçəli qəşəng verib ha burada. Ortada pis loot vermir ya əslində. Qəşəng loot verir. Sonunda sandığımızı da açaq. Buradan biraz. Aha, kanat var. Adam qabağımızda. Oy 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 oy, adam qəşə bomba attı axı. Ala, necə düşmürsən sən? Hara yox açıq deyə bu. Şükür Allah'a, şükür Allah'a. Tüm bombamız adımı buna işlətdim. Tüm bombamı. Osman fight'ımızı ataq qəşəng. Burada tez bazar. Şifrə məktubu sarı. Bizə qara lazım idi axı. Ona görə verməz. Neyini hər yerdə açmışıq. Biraz kit bıraq. Getmə, 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 getmə. Pussun ya sen. Oturdu orada. Hardasa oturdu. Canavar diye canavar. Oturup burada aim koyanda
Elə bilir ki, hər qabağına çıxanı ala biləcək. Və bəli dostlar, gördüyünüz kimi çıxış bölgəsinə gəlib çatdıq. Dönüş bitdi qəşəng. Və 23 dəqiqəlik oyunun sonunda gördüyünüz kimi bir dənə vektor qabağıq. 2.330.000 toplam qazancımız var. 762 xal aldıq. 7 nəfəri vurmuşuq. İndi isə götürdüyümüz silahları satmağa keçid eləyək. Silahları və özdə qəşəng akıllı nişancaq falan. Qəşəng bunu satmayacaq. O qalacaq bizlə. Tavanı sataq. Əsas olan buradan keçək. Mənim envanterimdə var imiş əslində Hüseydən şifrə məktubundan. Mən niyə onu götürməmişəm ki? Qəşəng bunları da satdıq. Burada nə var? 3000k. Tamam. Kahraman olmağımıza yəni heç bir şey qalmayıb da ki. Son 5000 xal qalıbdı. Zırh setindən görək nə verəcək? 3 dənə 6 səviyyə zırh qəşəng. Bir videomuzun daha sonuna gəldik deyirəm dostlar. Videonu bəyəndisə, zəhmət olmasa bəyənməyi, kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşmək üzrə deyirəm. Bye bye.